Bu uşağı gördüm, durdum mən səhərsi ATB-yə getdim. Getdim zarın verilişinə, dedim ki, mühafizəçilərdən də biz şəhid ailəsiyik, gəlmişik bunun qəbuluna, dedin gözləyin. Amma orada mühafizəçi dedi ki, gözləmə bacı, səndə prim yoxdur, sən haqq var, gözləməyin adı yoxdur. Dedim yenə qoy Allaha pənah nə olar gözləyim. Axşam idi, veriliş qutardı, gördüm gəlir, zar pilləkəndən düşür. Düşəndə yekə də ağda maşının var idi. Yoğurdum uşaq qucağında bunun qabağına ki, Zahar müəllim, xahiş edirəm, mən qəbul edəm, mən şəhid ailəsiyəm. Bəs uşağım iflicdir. Allaha and olsun, tək bir balamın canı. Mühafizəçi şeylərə dedi ki, qovun getsin. Bax, aynanın daşdığı əli ilə də belə dedi ki, qovun getsin. Zahar mənim evimi satdırdığını, Zahar mənim bu həkimə verdiyim o tapşırdığı həkimə, camaat vurub dodağına şişirtdiyi botoksun şeylərini atım sizə. Görək Zahar eləyib yoxsa yox. Gəlin mən sizə sübut eləyim də. O Dıxtıq xanım Zahar var, Dıxtıq xanım deyirəm mən ona. Onu şeyləsinlər, onun tərəfini saxlayanlara aiddir. Gəlsinlər mən direktimə, nömrə verim, Zaharın elədiyi hərəkətləri mən onlara sübut eləyim. Görsünlər ki, botoks iynəsi camaat dodağını vurub şişirdəni, Mən onlara sübut edim, çekinlə hamısını atım görüm. İndi görüm Zahar tərəfə danışacaqlar, yoxsa burada Səfər müəllimin düzgünlüyündən danışacaqlar. Dedim anar sən işindən get, qalma. Mən özüm aparacağım Hüseyin doktorun yanına. Getdim Hüseyin doktorun yanına çıxdım, ömür klinikasına. Aha. Getdim çıxdım qəbuluna, nəsə qəbul elədi. İlk dəfə qəbulu 40 manat idi. Ödəniş elədim, çıxdım yuxarıya. Dedi ki, şeydir, baxdı uşağın orasına, burasına. Dedi ki, uşaq qurbağa formasında oturur, nə bilim, yeriyirsə bu uşaq yeriyəcək. Dedim, hə, Allah köməyin olsun. Neçilə dedi ki, il yarım saat vaxt qoyuram ki, il yarıma sənin uşağını yerdəcəm. Dedim, həkim, bu uşaqda dabanların zadını yerə qoymur da, güc yoxdur. Dedi ki, narahat olma, amma bizdə iynə var. Dedim, nə iynəsidir həkim? Dedi, botoks. Dedim, onu hara vurasan? Dedi, aşağı ətraflara vuracaq, tonusu açılacaqdır. Dedim, hə, nə qədər? Dedim, 1500 manat. Gəldim, dedim ki, ana, deyir ki, 1500 manat botoksa iynəsi. Bu da deyir ki, al, uşağa vuruş kəsir. Dedim, yox, sən versən də verməsən, mən o pulu verib vurduracam iynəni. Könül yeriyəcək, mənə söz verib, bir yarım. Dedi, nə deyirəm, zəf vurduq mamam gülə, dedim, mama, şəhidlik pulundan ver, mən uşağa aparam, botoks vuram. İnan Allaha, mamam gəldi, o pulu, şəhid pulunuzu götürüb, atanızın pulunu. Gəldi, getdi, iynəni vurdurduq, bizə çek də verdi əlimizə, botoksun. Sonra aradan bir 10 gün keçdi, dedim ki, bəs bu uşaqda açılmır da, bura açılmır. Dedi ki, güc iynələri var, Könül xanım, güc iynələrini vurduraq. Dedim, onlar nə qədərdir? Dedi, 300 manat. Hər həftədə Səfər müəllim ondan vururdu bizə. 6 ay birdən keçəndən sonra bir də bizdən botoks. Botoks. Axırda gördüm, yox, uşaqda irəliləyiş yoxdur. Heç bir fərq də yoxdur. Orada uşaqları efirə çıxardanda zulüm elib çıxardılar o uşaqlara. Hansı ki, yüngür uşaqlarda onları çıxardırlar. Ağır uşaqların heç birini efirə çıxartmırlar. Sonra dedim ki, ay, oran köməkçi var idi yanında. Dedim, ay xanım, mən belə çatdıra bilmirəm.